Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrah li sadri ve yassir li emri ve ahlul uqdatan min lisani yefqahu qawli. Əziz və dəyərli müsəlmanlar, ilk öncə özümə, sonra sizin hər birinizi ucu və böyük olan Rabbimizdən haqq təqvası ilə qorxmağı nəsih edirəm. Həqiqətən də Allah subhanahu wa ta'ala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Allah subhanahu wa ta'alədən qorxmaq, Rəbbimizin üzərimizdə olan əmrlərini yerinə yetirmək və nəyi ki bizlərə qadağa edibsə, o şeylərdən uzaq durmaqla bu sifətə nail olmaq olar. Allah Resulü Muhammed s.ə.v bizlərə bir çox qeybi xəbərlər vermişdir. Cənnət barəsində, cənnətin vəsfi, cənnətdə olan neymətlər, cənnətin sakinləri kimlər olacaq. Həmçinin cəhənnəm, cəhənnəmdə olan əzablar, cəhənnəmin vəsfi barəsində. Bütün bunlar hamısı qeybi olan xəbərlərdir. Hansı ki Allah Resulü s.ə.v bizlərə Allah Taala ona necə öyrətmişsə, Cəbrail əleyhissalam vasitəsilə necə ona vəhy etmişdisə, Allah Resulü s.ə.v də bu şeyləri bizlərə xəbər vermişdir. Çünki insan bu şeyləri öyrənməsi, bilməsi mümkün deyildir. Və həmçinin Peyğəmbər s.ə.v mələklər haqqında, mələklərin varlığı, onların necə yaradılması, onların görünüşü, xüsusiyyətləri barəsində Peyğəmbər s.ə.v bir çox hədislər vasitəsilə bizlərə xəbər vermişdir. Və inşallah Allah subhanahu taala bizlərə müvəffəq edib bu barədə mələklərə iman barəsində dərslər keçmişik. İstəyənlər o dərsləri dinləyə bilər. Bu günləri inşallah Allah subhanahu taala izni ilə, yəni qeybi Peyğəmbər s.ə.v-in qeybi xəbərlərindən, yəni vermiş olduğu qeybi xəbərlərdən biri cinlər aləmi barəsində olacaq. Cinlər aləmi barəsində olacaq. Yəni cinlərin yaradılması, onların formaları, quruluşu, xüsusiyyətləri necədir? Bu barədə Peyğəmbər s.ə.v bizlərə bir çox xəbərlər vermişdir. Lakin mövzu, niyə görə bu mövzunu seçdik? Çünki cinlər aləmini inkar edənlər var. Cinlər aləmini inkar edənlər var. Ona görə də çalışacaq ki, və həmçinin cinlər aləmi barəsində bir çox uydurulmuş əfsanəvi şeylər də var. Yəni, ola bilər, əksər insanlar, müsəlmanlar eşidirlər bu barədə. Yəni, bir çox uydurulmuş, şirdilmiş, yəni ki, həqiqət olmayan bir çox şeylər vardır. Lakin bu günləri çalışacaq Quran və sünnədə nə gəlibsə, Allah subhanahu ta'ala izni ilə bu barədə müsəlmanlara məlumat verir. Allah subhanahu ta'ala mübarək kitabında müttəqiləri vəsf edərkən buyurur ki, bu qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. O kəslər ki, qeybə iman gətirər, namaz qılar və bizim onlara verdiyimiz ruzidən Allah yolunu xərcləyərlər. Müttəqilər o kəslərdir ki, onlara Allah və Rasulundan əmrlər gəldiyi zaman onlar deyərlər ki, səmi'nə və ata'na, yəni eşitdik və itaat etdik. Vəssalam. Yəni mömin bu kəsdir. Mömin o kəsdir ki, Allah və Rasulü bir əmr etdiyi zaman dərhal eşidər və ona itaat edilər. Yaxşı, Quran və sünnədə cinlər aləmi barədə bizlərə hansı məlumatlar gəlir? Birincisi, əziz müsəlmanlar, cinlərin yaradılışı nədən idi? Cinləri Allah subhanahu ta'ala nədən xəlq edib? Ayşə radiyallahu anhadan gələn səhih hədisdə Allah Resulü s.ə.v belə buyurur. Allah subhanahu wa ta'ala mələkləri nurdan, cinləri tüstüsüzdür oddan, Adəm əleyhissalamı isə sizə dediyi şeydən yaratmışdır. Deməli, bu hədis dəlildir ki, Allah subhanahu wa ta'ala cinləri tüstüsüz oddan xəlq etmişdir. Allah ta'ala cinləri oddan xəlq etmişdir. İkincisi, əziz müsəlmanlar, Allah Resulü s.ə.v mübarək hədisində buyurur ki, cinlərdir, 3 qismlidir. Cinlər 3 qismdir. Və Peyğəmbər s.ə.v onları sayarkən buyurur ki, onlardan birincisi qanadları var və uçurlar, deyir. Allahu Akbar. Qanadları var və uçurlar. İkincisi, deyir Peyğəmbər s.ə.v it və ilan surətində olan cinlərdir. İt və ilan surətində olan cinlərdir. İnşallah irəlidə hədislərlə qeyd edəcəyəm. Və Peyğəmbər s.ə.v buyurur ki, 3-cü qism isə bir yerdən başqa bir yerə keçən cinlərdir. Allahu Akbar. Üçüncü, Quran və sünnədə cinlər barəsində gələn məlumatlardan deyilir ki, onların məskən saldıqları, yəni məskunlaşdığı yerlər haralardır. Deyilir ki, əziz müsəlmanlar, onların məskən saldıqları, yəni ki, yurt qurduqları yerlər, zibil yerləri, çirkin yerlər, qaranlıq və uçqun olan yerlərdir. Ona görə də Allah Resulü s.ə.v bizləri ayaq yoluna girəndə Allahumma inni a'uzu bika minəl xubthi vəl xabəis
deməyi əmr etmişdir. Mənası nədir? Bu dua müsəlmanın qalasında var. Allahın pislikdən və pis əməllərdən kişi və qadın cinsində olan cinlərdən, yəni kişi və qadın olan cinlərdən sənə sığınıram. Allahu Akbar. Peyğəmbər sallallahu bu cür dua etməyi buyurdu. Və başqa bir hədisdə gəlir ki, Allah Resulü sallallahu buyurur ki, cinlərin gözlərinin baxışı ilə Adəm övladının övrətinin arasını pərdə ilə örtündür, gizlərindir. Ona görə Allah Resulü sallallahu buyurur ki, ayaq yoluna daxil olduqda deyin Bismillah. Allahu Akbar. Yəni mundar yer olduğuna görə, çirkin yer olduğuna görə, cinlərin məskən saldığı yer olduğu üçün Peyğəmbər əmr edir ki, bu duanı deyir. Cin çıxarmaq, yəni cin vurmuş insanlarla məşğul olanlardan biri söyləyir ki, əgər ayaq yoluna girən bir müsəlman bu duanı etməyib, ayaq yoluna daxil olduğunu və orada cinlərin onun başına nə oyun açdığını bilsəydi, ürəyi partlayıb ölərdi o insandır. Allahu Akbar. Yəni bu duanı deməyib ayaq yoluna girən insan. Subhanallah lazım. Ona görə də Allah Resulü sallallahu duaları və zikirləri bizim üçün elə bir şəkildə təyin etmişdir ki, səhər və axşam zikirlər ki var. Bunları elə bir şəkildə Allah Resulü sallallahu bizlər üçün təyin edib ki, bir müsəlman bu duaları və zikirləri etdikdə Allah Taala bütün gün onu qoruyur. Yeməkdən qabaq, yeməkdən sonra, ayaq yoluna girəndə, çıxanda, yatanda, duranda, hamısı Allahu Akbar. Evdən çıxanda, evə girəndə Allahu Akbar. Yəni insanın bütün həyatı qorunmuş, mühafizə olunmuş olur. Həmçinin dəyərli müsəlmanlar Quran və sünnədə deməli həmçinin əziz müsəlmanlar şeytanların, yəni iblislərin, cinlərin məskən saldığı yerlərdən Allah Resulü sallallahu buyurur ki, səhrada olarkən yerdə gördüyünüz dəliklərə, deşiklərə deyir, ayaq yoluna çıxmayın deyir. Subhanallah lazım. Çox vaxt bunu edirlər insanlar. Görürsən ki, harasa gedirsənsə, balaca bir deşik var. Deyirlər ki, ilan yuvasıdır, ilan yuvası. Başlayır ayaq yoluna ora çıxmağa. Peyğəmbər sallallahu nə buyurur deyir? Ayaq yoluna çıxmayın, cinlərin yuvası ola bilərdir. Allahu Akbar. Cinlərin deyir, yuvası ola bilər. Ona görə də o ata-babalarımızdan belə bir misal var. Bəlkə də eşitmişsiniz ki, yerə isti su tökəndə deyir ki, Bismillah demək lazımdır. Yəni bu əbəs yerə deyilməyib. Həqiqətən də yerə isti su tökəndə Bismillah demək lazımdır. Çünki gəlib rəvayətlərdə ki, isti su tökəndə Bismillah deməyəndə şeytanlar, cinlərə ziyan vura bilərsən, zərər vura bilərsən və onlar da sənə zərər vurarlar. Allahu Akbar. Həmçinin dəyərli müsəlmanlar, onlar da ölürlərmi? Bəli, onlar da ölürlər. Yəni insanlar kimi onların da əcəli var. Lakin nə qədər yaşamaqları bizlərə məlum deyil. Yəni bu barədə Quran və sünnədə bir dəlil yoxdur. Bir dənə iblis barəsində gəlib ki, o da ki, Allah Subhanahu taala qiyamətə kimi ona möhlət verdiyi üçün o qədər qalacaq. Və Allah Subhanahu taala ona möhlət vermişdir. 5-ci dəyərli müsəlmanlar evlənirlər və zürriyyətləri də vardır. Allahu Akbar. Necə ki, Allah Subhanahu taala Kəhf surəsində belə buyurur. Onlar sizin düşməniniz olduğu halda siz məni qoyub və onun nəslini özünüzə dost tutursunuz. Baxın, Allah taala nə buyurur? Onu, yəni şeytanı və onun nəslini özünüzə dost tutursunuz. Zalimlar üçün bu necə də yaratmaz mübadilədir. Başqa bir ayətdə Allah Subhanahu taala cənnət hurilərini vəsf edərkən Allah taala buyurur ki, onlara nə ins, nə də bir cins əli dəymişdir, yəni o hurilərə. Yəni paklar, tərtəmizdir. Allahu Akbar. Bu dəlildir ki, cinlər də nədir? Zürriyyətləri var və nə də evlənirlər. Həmçinin dəyərli müsəlmanlar 6-cı, onlardan da iman edənləri və kafir olanları var. Necə ki, Allah Subhanahu taala Cin surəsində buyurur ki, sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da, müsəlman olan şəxslər doğru yol tutanlardır. Doğru yoldan sapanlar cəhənnəm üçün odun olacaqlar. Əl-Cin surəsi 14-15-ci ayətində. Həmçinin başqa bir ayətdə Allah Taala buyurur ki, əlbəttə aramızda xeyirxah əməl sahibləri də var, onlar kimi olmayanlar da var. Biz ayrı-ayrı yollar tutmuşuq. 7-ci dəyərli müsəlmanlar, pisləri, Allaha asi olanları, baxın, bu çox verilən suallardandır. Çox vaxt sual verirlər ki, müsəlmanlar ki, şeytan məxluqdur, yoxsa yox. Və burada görün nədir? Pisləri, Allaha asi olanları şeytan adlandırılır.
Allaha asi olanları şeytan. Şeytan şatara sözündəndir. Yəni pis sifətli, pis xislətli insana şeytan deyirlər ərəblər. Yəni şeytan məxluq deyil, oblik deyil, nəsə belə bir yəni məxluq deyil. Sadəcə sifətdir. O sifət ki, həm insandan olur, həm də cinlərdən. Və necə ki Allah Taala buyurur ki, bu həm də insanlarda olur. Allah Taala buyurur ki, Ənam surəsində 112-ci ayətində beləliklə biz hər bir peyğəmbər üçün, baxın, insanlar və cinlərdən olan şeytanlardan düşmənlər nə etdik? Müəyyən etdik. Deməli, şeytan, sifət, pis sifətli, xislətli sifət həm insanda olur, həm də cinlərdə olur. Həmçinin dəyərli müsəlmanlar, Quran və sünnət cinlər aləmi barəsində gələn məlumatlardan 8-ci, bəziləri deyirlər ki, iblis mələkdir. Buna cavab olaraq söyləyirik ki, iblis heç vaxt mələk olmayıb. Heç vaxt. Heç bir an belə mələk olmuyor. Çünki mələklərin təbiətində Allah Subhanahu taala asilik etmək olmuyor heç bir zaman. Mələklər o cür xəlq olunublar ki, Allah Taala itayət və onun əmrlərini yerinə yetirmək. Mümkün deyil ki, mələklər Allaha asi olsunlar. Ona görə də alimlər söyləyirlər ki, iblis heç vaxt mələk olmuyor. Bəli, mələklərlə bir yerdə olub, amma mələk olmuyor. Necə ki, Allah Taala Kəhf surəsi 50-ci ayətində buyurur, açıq aydın dəlildir. Bir zaman biz mələklərə Adəmə səcdə edin demişdik. İblisdən başqa hamı səcdə etdi. İblis cinlərdən idi, Allah Taala buyurur. O Rəbbinin əmrinə boyun əymədi. Allahu Ekber. Deməli, iblis nə idi? Cinlərdən idi. 9-cu Quran və sünnədə gələn dəlillərdən dəyərli müsəlmanlar ibadət üçün yaradılıblar. Əhkamlar onlara da aiddir. Onların da müsəlmanı, xristiyanı, yahudisi, bidətçisi cənnətə düşən və cəhənnəmə düşənlər olacaq. Allahu Ekber. Allah Taala Əraf surəsində belə buyurur. Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar. Gözləri var, onunla görməzlər. Qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır. Başqa bir ayətdə Allah Taala buyurur ki, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. 10-cu dəyərli müsəlmanlar, Quran və Peyğəmbər s.ə.v-də onlar üçün örnəkdir, nümunədir. Cin surəsi, Quran-ı Kərimdə gələn Cin surəsi buna dəlildir. Və deyir ki, onlardan bir çoxları Peyğəmbər s.ə.v-in zamanında Peyğəmbər s.ə.v-in yanına gəlib, ondan Quran-ı Kərimi dinləyib iman gətiriblər. Və necə ki, Allah s.ə.v deməli, Əhqaf surəsində buyurur ki, bir zaman bir dəstə cin Quranı dinləmək üçün sənin yanına yolladıq deyir. Onlar onu dinləməyə gəldikdə bir-birlərinə susun, qulaq asın dedilər. Quran oxunub qutardıqdan sonra isə xəbərdar etmək məqsədi ilə öz tayfalarının yanına qayıtdılar. Deməli, Quran, sünnə həm insanlara, həm də cinlərə aiddir. Allahu Ekber. Həmçinin dəyərli müsəlmanlar, 11-ci, onlar bizi görə bilirlər. Lakin insanlar onları görə bilmirlər. Bu, həmişə belə deyil. Ola bilər ki, insanlardan da kimisə gözünə görsənsin. İnsanlardan da kimisə gözünə görsənə bilərsinlər. Və deyir ki, Allah Subhanahu taala Əraf surəsi 27-ci ayətində buyurur ki, şübhəsiz ki, o və onun nəsli sizləri, sizin onları görə bilmədiyiniz yerdən görürlər. Allahu Ekber. Bu ayə dəlildir ki, onlar bizi görürlər, lakin biz onları görmürük. 12-ci dəyərli müsəlmanlar, Quran və sünnədə cinlər barəsində gələn məlumatlardan müəyyən bir məsafəni sürətlə qət edə bilirlər. Və ağır şeyləri, yəni olduqca ağır bir şeyləri bir anlığa müəyyən bir yerdən başqa bir yerə apara bilirlər. Süleyman əleyhissalamın qissəsi, İfritlə. İfrit adında cin, Süleyman əleyhissalam yatağından durana qədər ona deyir ki, mən Bilqeysin taxt-tacını, təsəvvür et, taxt-tacını Yəməndən Yerusəlimə gətirəcəm. Yəməndən Yerusəlimə. Və gətirirdi. Bir göz qırpımında. Süleyman əleyhissalam yerindən durana qədər. Yəni ona görə də onlar bu qədər güclüdür. Həmçinin dəyərli müsəlmanlar dəlillərdən Quran və sünnədə cinlər aləmi barəsində 13-cü, onlar qara itə, ilana, insan surətini ala bilirlər. Necə ki, İbn Teymiyyə rahiməhullah deyir ki, onlar ilan, əqrab və s. kimi heyvanların sifətlərini ala bilirlər. Və həmçinin insan formasına düşə bilirlər. Allahu Ekber.
Bu barədə dəlillər sünnədə çoxdur. Necə ki, Əbu Hureyra radiyallahu anhudan gələn hədisdir, Səhih Buxari Müslimdə. Peyğəmbər sallallahu əleyhi və səlləm, bilirsiniz ki, məşhur hədis, tamam eşidib bu hədisi. Əbu Hureyra radiyallahu anhunu Ramazanda olan fitrə zəkatının üzərinə təyin etmişdi, qorumağı. Və Əbu Hureyra radiyallahu anhunun yanına 3 gecə insan qiyafəsində bir nəfər gəlir və kasıbçılıqdan, uşaqlarının ac olmasından şikayətlənir və hər dəfə də gəlir o fitrə zəkatından götürür, gedir. Və hər dəfə də and edir ki, Əbu Hureyra radiyallahu anhu daha gəlməyəcəm. Daha gəlməyəcəm. Lakin üçüncü gecə ki gəlir, Əbu Hureyra radiyallahu anhu onu tutur və bir söz verir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yanına aparacaq. Lakin o deyir ki, Əbu Hureyra radiyallahu anh deyir ki, mən sənə elə bir kəlmələr öyrədəcəm ki, sən bunu etsən bizdən qorunacaqsan. Və Əbu Hureyra radiyallahu anh deyir ona nədir? Və Ayətül Kürsini öyrədir ona ki, yatmamışdan qabaq oxumaq. Və ondan sonra buraxır. Və səhərsi gün Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gələndə, ona söyləyəndə Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, 3 gündür deyir, sənin yanıma gələnin kim olduğunu bilirsən ya Əbu Hureyra? Deyir ki, yox. Deyir, o şeytan idi. Yəni insan qiyafəsində gəlmişdi. Həmçinin dəyərli müsəlmanlar it, subhanallah lazım. Nə üçün it? Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm bizlərə qara iti öldürməyə əmr etmişdir. Allahu əkbər. Dəhşətli bir şeydir. Nə üçün Peyğəmbər sallallahu əleyhi və səlləm bizlərə qara iti öldürməyə əmr etmişdir? Qara. Həmçinin qırmızı rəng şeytanların, cinlərin sevdiyi bir rəngdir. Yəni inşallah sehr barəsində, gözdəymə barəsində, cadu barəsində inşallah dərslərimiz olacaq. Allahın izni ilə ətraflı danışacağıq. Ona görə də qara it Peyğəmbər sallallahu əleyhi və səlləm öldürməyi əmr edəndə sahabelərdən biri ki, Əbu Zər radiyallahu anh dedi ki, ya Rasulullah, qara itlə qırmızı itin fərqi nədir? Nə fərqi var? Qara it, qırmızı it. Niyə məhz qara iti öldürmək? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, qara it şeytandır, onu öldürün. Allahu akbar. Yəni büsbütün qara olan iti Peyğəmbər əmr edir ki, şeytandır, öldürün. Və həmçinin də dəyərli müsəlmanlar ilan it formasında olmasına dəlillərdən Ubey ibn Kəb radiyallahu anhu deyir ki, mənim xurma ambarım var idi, xurmalarını saxlayırdım. Və hər dəfə deyir, xurmalarımdan azalırdı deyir. Və bir günləri keşik çəkəndə gördüm ki, cavan bir oğlana oxşayan, lakin olduqca tüklü bir məxluq gəldi. Və Ubey ibn Kəb radiyallahu anhu deyir ki, gördüm onu və soruşdum ki, sən cinsən, yoxsa insan? O qayıtdı mənə deyir ki, mən cinəm deyir. Və Ubey ibn Kəb radiyallahu anh deyir ki, mən ona deyir ki, Əssəlamu aleykum. O da qayıtdı mənə deyir ki, aleykum assalam. Və Ubey ibn Kəb deyir ki, əlini mənə uzat deyir. Əlini uzatdı mənə, gördüm ki, əli deyir, itin əlini oxşayır. Subhanallah lazım. İtin əlini oxşayır. Və bütün deyir, tük içində idi. İtin əli kimi tüklü idi deyir. Və ondan sonra Ubey ibn Kəb radiyallahu anh ondan soruşur ki, nə üçün gəlmirsən? Deyir ki, mən eşitdik ki, sən çoxlu sədəqə verirsən və biz də gəldik ki, sənə ziyan edək. Və Ubey ibn Kəb radiyallahu anh deyir ki, bizi sizdən nə qoruya bilər? Və o da deyir ki, Ayətül Kürsi. Bunu oxuyur. Ayətül Kürsini öyrədir ona. Və bu dəlildir ki, onlar nədir? İt formasını ala bilirlər. Həmçinin də ilan formasını da alırlar. Bu barədə də çoxlu hədislər var. Gəlib ki, Əbu Said Əl-Xudri Səhih Buxari Müslimdə gəlir hədisdə ki, Allah Rasulü sallallahu əleyhi və səlləm buyurdu ki, Mədinədə müsəlman olmuş cinlərdən bir cəmaat var. Hər kimin evində uzun ömürlü ev ilanı vardısa, onlardan bir şey gördükdə onları 3 gün elan edib evinizdən qovun. Yəni 3 gün kimsə evində ilan tapırsa, 3 gün deyir evdən getməyi istə ondan, o ilandan. Və gedərsə nə yaxşı. Əgər bundan sonra da sizə görsənərsə və getməzsə, artıq öldürün, çünki o şeytandır, deyir Peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni ondan qabaq deyir, öldürmək olmaz. Hətta rəvayətlərdə gəlib ki, Səhih Buxari Müslimdə gəlib ki, bir dənə cavan oğlan olur, yeni ailə qurur. Evinə qayıdanda görür ki, zövcəsi çöldədir yəni, qəzəblənir. Deyir, çöldə nə edirsən? Deyir ki, əgər evdə olan şeyi sən də görsəydin, evdə dayanmazdın. Girir, görür ki, yataqlarında yekə bir dənə ilan uzanıb. Və qılıncını çəkir, öldürmək istəyəndə rəvayətlərdə gəlib ki, bilinmir, birinci ilan öldü, yoxsa birinci oğlan öldü. Hər ikisi də ölür. Yəni, öldürür onu, həmçə özün də ölür. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bu xəbər gəlib çatanda Allah Rasulü sallallahu əleyhi və səlləm buyurur ki, deyir, o cin idi. Cin idi, öldürdüyü üçün cinin də zürriyyəti onu öldürdülər. Subhanallah lazım. Onu öldürdülər. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm əmr edir ki, 3 gün evdən getmək istəyin. 3 günə gedərsə, əlhamdülillah, getməzsə bilin ki, şeytandır, ondan sonra deyir, öldürün. Deməli, bunlar hamısı dəlildir ki, cinlər, it,
ilan və s. insan qiyafəsini ala bilərlər. Həmçinin dəyərli müsəlmanlar, deməli, 14-cü Quran və sünnədə gələn dəlillərdən onlar yeyib içərlər. Bəli, onlar da yeyirlər və içirlər. Ona görə də Allah Rasulü s.ə.v buyurur ki, Peyğəmbər s.ə.v buyurur ki, sizdən bir kimsə yedikdə və içdikdə sağ əllə yesin və içsin. Çünki şeytan sol əllə yer və içər. Başqa rəvayətdə gəlib ki, Allah Rasulü s.ə.v buyurur ki, sizdən biriniz deyir, evinə daxil olduqda və yaxud da yeməyə başladıqda Bismillah deyərsə, bu zaman şeytan öz köməkçilərinə xitab edərək belə deyər. Sizindir burada nə gecələməyinizə yer var, şərait var, nə də yeməyinizə. Subhanallah lazım. Amma bir müsəlman ki, Peyğəmbər s.ə.v buyurur ki, evə daxil olduqda, yemək yedikdə Bismillah deməzsə, şeytandır köməkçilərinə belə deyər. Bu günləri gecələməyə də yeriniz var, yeməyə də yeriniz var. Allahu Akbar. Subhanallah lazım. Ona görə də Peyğəmbər s.ə.v əmr edib ki, nədir? Bismillah demək. Həmçinin dəyərli müsəlmanlar 15-ci üzr istəyirəm, yeyib içmək məsələsinə gəldikdə onların yeməkləri və onların içməkləri barəsində Peyğəmbər s.ə.v buyurur ki, ayaq yolundan sonra sümüklə deyir, təmizlənməyin. İstənilən bir sümük, heyvan sümüyü və s. təmizlənmək olmaz. Və həmçində peyinlə, heyvan peyini ilə. Peyğəmbər s.ə.v buyurur ki, bu deyir, cin qardaşlarınızın yeməyidir. Cin qardaşlarınızın yeməyidir. 15-ci, onlar gələcəyi bilirlərmi? Xeyr, bilmirlər. Onlar gələcəyi bilmirlər. Və buna dəlil olaraq Süleyman əleyhissalamın qissəsini gətirmək olar. Və bilirsiniz ki, Allah Subhanahu Süleyman əleyhissalam elə bir fəzilət vermişdir ki, bütün cinlər ona tabe edirlər. Və onun üçün işləyirdilər, onun istədiyini edirdilər. Və Süleyman əleyhissalam dünyasını dəyişir. Öz əsasına söykənmiş halda oturduğu yerdə dünyasını dəyişir. Ölüm ona gəlir. Və cinlərin də bundan xəbəri olmur. Öz işlərini görürlər. Çünki əmr olunmuşdur onlara iş görmək. O vaxtı bilirlər ki, Süleyman əleyhissalam dünyasını dəyişir, nə vaxt ki, onun əsasını aşağıdan qurt düşür taxtasına, əsasına və o qurt taxtanı yiyir. Qırılır taxta, əsası qırılır və bu da yıxılır və bilirlər ki, artıq nədir? Süleyman əleyhissalam ölür. Və bununla Allah Subhanahu göstərir ki, onlar da qeybi bilmirdilər. Və bilsəydilər, əvvəlcədən nədir? Xəbərləri olardı. Həmçinin dəyərli müsəlmanlar 16-cı və bu da cinlər aləmi barəsində sonuncudur. Yəni onlar söylədiyimiz kimi qeybi bilməzlər, gələcəkdən xəbərləri olmaz və kimsə söyləyə bilər ki, bəs sehirbazlar bunu hardan bilirlər? Sehirbazlarla əlaqələri həqiqətən də bəzi insanlar xüsusi bir qayda ilə cinləri çağırırlar. Onlardan insanların bilmədiklərini öyrənməyə çalışırlar. Belə bir əməl İslam dinində küfr olan bir əməllərdəndir. Cinlərdən kömək istəmək. Məsələn, bu günləri sehirbazlar, falçılar, fala baxanlar, bunlar hamısı cinlərlə əlaqəli olan insanlardır. Cinlər onlara küfr etməyi, küfr etdirirlər, ondan sonra onlar sehirbaz adını alırlar. Yəni küfr etdirməmiş onlar sehirbaz adı ala bilməzlər. Onlar ya Quran-ı Kərimi mundar yerə atırlar, ayaq altına atırlar, CD ilə yazırlar ayətləri, Quran ayələrinin təsirinə yazırlar və yaxud da heyvan kesirlər Allahdan qeyrisinə və o heyvanın qanı ilə yazırlar ayələri. Yəni küfr etdirəndən sonra onlar sehirbaz olurlar. Və sehirbazların da bir çox cinlərlə əlaqələri var. Əslində cinlər qeybi bilməzlər. Sadəcə olaraq insanlardan daha uzun ömürlü olduqları və bəzi mələklərdən xəbərlər uğurlaya bildikləri üçün insanların bilmədikləri bəzi şeyləri həmin o sehirbazlara xəbər verirlər. Filan kəs haqqında, filan kəs haqqında. Və o da sənin məlumat verəndə təəccüblənirsən ki, bu hardan bilir? Halbuki Peyğəmbər s.ə.v xəbər verir ki, nədir? O cinlər, o yalan əlavə eləyərək ona xəbərlər verirlər insanlar barəsində. Belə ki, şeytanlar bir-birlərin üzərinə qalxaraq səmaya yüksəlir və oradan mələklərdən bəzi şeyləri öyrənib yerdəki dostlarına çatdırmağa çalışırlar. Bu zaman Allah Subhanahu onları axar ulduzlarla vurur. Necə ki, Saffat surəsində Allah Teala buyurur ki, biz dünya səmasını parlaq ulduzlarla bəzələdik. Və onun hər bir inkarcı şeytandan mühafizə etdik. Onlar artıq ailə topluluğu, mələklərin söhbətlərinə qulaq asa bilməzlər. Və hər tərəfdən üstlərinə yandıran, yaxan alovlar yağdırarlar və oradan qovlarlar.
onlardan uzun sürəcək bir əzab gözləyir. Onları uzun sürəcək bir əzab gözləyir. Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb yaxan parlaq bir alov təqib edərdir. Allahu Ekber. Bu dəyərli müsəlmanlar Quran və sünnədən cinlər aləmi barəsində öyrəndiklərimiz, yəni bildiklərimiz idi. Yəni bunları bilmək və bunlara iman gətirmək mütləqdir. Çünki bunları bizə Quran və sünnə xəbər verir. İnkar etmək isə artıq nədir? Küfürdür. Allah Subhanahu taala dua edirəm ki, Allah Subhanahu taala bizləri dünyada və axirətdə də möhkəm bir kəlimə olan La ilahe illallah kəlməsi ilə sabit qədəm etsin. Dua edirəm ki, Rəbbimiz bu dərslərimizi İslam ümməti üçün, Muhammed ümməti üçün xeyirli, faydalı və bərəkətli dərslərdə etsin. Dua edirəm ki, Rəbbimiz bizləri fitnədən və onun əhlindən hifz etsin və qorusun. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahe illə əntə əstəğfiruka və ətubu ileyk.